Iıı, Xoş gəlmisiniz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Fidan Dünya Sevmem. Malzadə, Azadam Akademiya tərkibində məktəbəqədər tərbiyəçilərə həm MIQ imtahanı olsun, həm də sertifikasiya imtahanı olsun, dəstək xarakterli materiallar paylaşıram, dərslər keçirəm. Bugünkü dərsimiz, müsahibə mərhələsinə hazırlaşan müəllimlərimizə xas olan bir dərsdir. Yəni bu həftə, daha doğrusu keçən həftə keçdiyimiz müsahibə dərslərindən aşina olan müəllimələrimiz var aramızda ki, onlar bilirlər ki, müsahibə suallarını hal-hazırda bu il 2025-ci ildə düşən müsahibə suallarını biz cavab tapırıq. Ümumi qaydada demək istəyirəm ki, müəllimlər, bildiyiniz kimi hər region artıq müsahibəsini açıb, açıq elan eləyib. Bütün regionlardan, bəzi belə deyək, suallar var ki, hər biri eyni tipli suallar verirlər. Psixoloji suallar verən də var, daha sonra metodiki suallar verən də var. Dünya görüşündən bu il çox az suallar düşür. Bəzi regionlar tək-tük suallar verir. Yəqin ki, fikir verirsiniz, qruplarda varsınız və bundan xəbərdarsınız. Belə eləyək müəllimlər, keçən dərsdə yəqin ki, bilirsiniz ki, əl qaldıraraq biz dərslərimizi, daha doğrusu dərsimizə sual-cavabımıza başlamışdıq. Kim ki, sual-cavabda iştirak etmək istəyir, əlini qaldıracaq. Hansı suala cavab vermək istəyirsə, onlar əlini qaldıracaq. Birbaşa olaraq biz o müəllimə sual-cavab edəcəyik, həmin suala cavab tapacaq və digər suala keçid edəcək. Yəqin ki, keçən dərsimizdən də siz buna aşinasınız. Belə. İndi kim istəyirsə sual-cavabda iştirak etmək, əllərini qaldırsın və sual-cavabımıza keçid edək. Hər biriniz bilirsiniz ki, yəqin ki, müəllimlər, müsahibə mərhələsində ilk olaraq 99,9 da demək olmaz, 100%-liklə biz əminliklə deyirik ki, özünü təqdim etmədən bəhs edirlər. Özünü təqdim etmənizdə 100% hazırlıqlı olmalısınız. Yəni başqa variantı yoxdur. Börkəranə formada özünü təqdim etməsin, üzərində işləməmiş bir müəllim, xahiş edirəm ki, əgər öz müsahibəsini fikirləşirsə, o rahat formada gedə bilməyəcək, yəni hazırlıqlı getmiş sayılmayacaq. Birinci sualımız odur ki, belə deyək müəllimlər, 12 noyabr tarixdə olan suallarımızı işləmişdik. Yəni keçən işlədiyimiz suallardan artıq biz sual etməyəcəyik. Biz artıq 13, 14, 17, 18 oktyabrla, daha doğrusu noyabrda düşən suallarımıza cavablandıracağıq. Təkrara yenə də deyirəm, təkrara düşməyəcəyik, yeni suallardan davam edəcəyik. Varislik prinsipi nədir sualına cavab versin, bircə saniyə. Kim varislik prinsipi nədir sualına cavab vermək istəyir? Xahiş edirəm, əlini qaldırsın. Səma Cəfərova. Xuraman Səmədova. Zəhmət olmasa səsini Bəli, müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Zəhmət olmasa özünüzü təqdim edin, Xuraman müəllimə. Mən müsahibədəki kimi, yəni özümü təqdim etmə. Ehtiyac yoxdur. Sadəcə adınızı, soyadınızı deyin, dəqiqliyinə. Səmədova Xuraman. Lap yaxşı. Varislik prinsipi nədir? Müəllimə, sabah müsahibədəyəm. Uğurlar arzu edirəm müəllimə. Xeyirli xəbərlərlə Çox sağ gələsiniz olun. inşallah. Sağ olun, müəllimə. Buyurun müəllimə. Varislik prinsipi məktəbəqədər yəni təhsildə əsasən keçirilən mövzuların sadədən mürəkkəbə doğru keçirilməsi deməkdir. Yəni biz uşaqlara birdən-birə, yəni çətin mövzular, mürəkkəb tapşırıqlar verə bilmərik. Uşaqların yaşına uyğun şəkildə əvvəlcə sadə, daha sonra isə mürəkkəb formada tapşırıqlar veririk. Lap yaxşı, çox gözəl. Ətraflı olaraq danışmaq lazım gəlsə, mən də əlavə etmək istəyirəm bir neçə, müəllimlərimizə də fikir olsun, örnək olsun deyə. Varislik prinsipi təlim prosesində ardıcıllığın və mərhələlər arası əlaqənin qorunmasını təmin edən əsas pedaqoji prinsiplərimizdəndir, yanaşmalarımızdandır. Bu prinsipə görə hər yeni təlim mərhələsi əvvəlki mərhələdə formalaşmış bilik, bacarıq və vərdişlərin üzərində qurulur. Çox yaxşı Xuraman müəllimə, təşəkkürlər. Diqqətli dinləyin. Güman ki, sizə düşəcək suallar bəlkə də bu sualların arasında ola bilər. Çox sağ olun. Sağ olun, əzizim. Uşaqgönüllü prinsipi nədir? Nailə İsmailova verər. Buyursun, cavabını versin. Salam müəllimə. Hər vaxtınız Müəllimə, sabah mən də müsahibə çağırıblar müəllimə. Ay, nə gözəl, müəllimələrimiz sabah müsahibədədir. Sabah bu vaxtlar artıq azad olunmuş olacaqlar. Buyurun. İnşallah müəllimə. Deməli, uşaqyönümlü prinsipindən, deməli biz bilirik ki, təlimin səmərəli təşkil olunması üçün ən vacib deyərdim, prinsiplərdən biri də uşaqyönümlülük prinsipidir.
Deməli, uşaq yönümlü prinsipi nədir? Uşaqların maraqlarını, anlıq səviyyəsini, potensiallarını nəzərə alaraq təlim fəaliyyətimizin təşkil etməyimiz deməkdir. Bir də uşaq yönümlü prinsipdə biz əyani vasitələrdən, resurslardan, illüstrasiyalardan, animasiyalardan deməli istifadə edərək təlimimizi təşkil etməliyik. Çox yaxşı. Bilirik ki, uşaq yönümlü prinsip bizim təlim, belə deyək, standartlarımız, artıq bizim təlim məqsədimiz uşaq yönümlü prinsipə uyğunlaşaraq gedir. Təlim prosesində mərkəzdə müəllim deyil də, uşağın dayanmasını nəzərdə tutur. Bu Bəli, yanaşmada müəllimə. uşağa Bəli. yaş xüsusiyyətləri buyurun müəllim, əlavə etmək istəyirsinizsə davam edə bilərsiniz. Yəni müəllimə, bu dövrün tələbidir. Yəni kurikulum sistemi bizə uşaq yönümlülüyünün önəmli olduğunu bizə bir növ deyək standartlarla göstərmişdir. Əvvəllər deməli demokratik mühit yox idi. Demokratik mühit sırf uşaq yönümlü, uşaq mərkəzli, uşaq maraqlarını nəzərə alan bir mühitdir. Və dövrün tələbi də bizdən bunu istəyir, dövr tələbi. Çox gözəl, düzdür. Təşəkkür edirəm Nailə müəllimə. Sizə uğurlar arzu edirəm Necədir müsahibəmizdə. müəllimə? Çox Çox sağ yaxşı, olun müəllimə, çox lap sağ olun. yaxşıdır. Təşəkkür edirəm. Üzərinizdə Biraz işlədiyiniz tələsirəm müəllimə. Biraz Tələsmək tələsirəm. ehtiyac Belə yoxdur müəllimə. Tələsmək də hə, belə deyək də, həyəcandan irəli gəlir, amma tələsmək bir növ belə deyək də müəllimə, yəqin ki, bir çox müəllimələrimizin özündə tələsmək var. Tələsmək o deməkdir ki, mən bu suala cavabı verim, tez canım qurtarsın. Yəni tələsmək bu baxımdan. elədir. Amma mən tövsiyə Təşəkkürlər edirəm müəllim. ki, bir müəllim olaraq da fikirləşirəm, bir tərbiyəçi müəllim olaraq da fikirləşirəm ki, bunu etmək olmaz. Nə etmək lazımdır? Bilmək lazımdır ki, komissiya üzvü qarşınızda oturan zaman sizin üzərinizdə atılıb sizi yeməyəcək və yaxud sizə qorxu, hədə-qorxu gəlməyəcək, sizi kəsməkdən ötrü orada oturmayıb. Bunu bilin ki, qarşımızdakı da bir insandır. Eyni qaydada bizim kimi gündəlik problemləri olur, məişət problemləri olur. O da bir evdən çıxır, onun da ailəsi var, ailə problemləri var. Yəni qarşımızdakı komissiya üzvlərinin insan olduğunu unutmamaq lazımdır. Təşəkkür edirəm Nailə müəllimə. Bir daha sizə uğurlar arzu edirəm. Müəllimə, Daha sonra- Mən də təşəkkür icazə edirəm. verirsiniz, mən də uşaq yönümlü təhsilə aid əlavələr edeyim. Buyurun müəllimə. Uşaq yönümlü prinsip dedikdə biz uşaqlarda demək əməkdaşlıq etməyi, onlarda ünsiyyət qurmağı, tənqidi təfəkkürü inkişaf etdirməliyik. Həm də ki, qərar qəbul etməyi uşaqlar öyrənir uşaq yönümlü təhsildə. Həm də uşaqlar stimullaşır da. Demək, uğur pedaqogikasına əsasən uşaqların kiçik bir uğurunu da biz demək stimul verməliyik. Ona necə deyim, qiymətləndirməliyik də, uşaqları həvəsləndirməliyik. Bir Çox də ki, bəli, bir də uşaq yönümlü təhsildə burada uşaqların dediyim kimi qələbəsini böyük şəkildə rəğbətləndirməliyik, stimullaşdırmalıyıq. Həm də əgər biz onların uğurlarını qiymətləndirmirsək, uşaqları biz depressiyaya sala bilərik. Yəni onların ən xırda nailiyyətlərini də qiymətləndirməliyik ki, uşaqlarda stimullaşma elə bir ki olsun, onlar inkişaf etsin, həvəslənsinlər. Tayda uşaq yönümlü təhsilin, yəni uşaq yönümlü təhsili prinsipi inkişaf etdirmək üçün bu cür prinsiplərdən istifadə etmək lazımdır. Çox gözəl Məhlulqə müəllimə, səhv etmirəmsə düz dedim. Məhlulqə Qurbanova. Müəllimə, sizə Bəli. bir-iki tövsiyəm var. Nəfəs belə deyək, türklərdə bir söz var, nəfəs egzersizləri. Yəni nəfəsinizi cümlə quran zaman nəfəsinizi nə vaxt almaq lazımdır, nə vaxt vermək lazımdır, bunu düzgün qurun. Bəzən təngi nəfəs olursunuz cavab verəndə. Bu biruzə verilir. Mən qarşı-qarşıya oturmasaq belə mən bunu sizdə Tələsik elədim. danışıram. Bəli, sizdə də tələsik Tələsik danışmaq danışıram, var. müəllimə. Bəli, tələsik danışırsınız. Çalışın dərindən nəfəs alıb cavab verməyə baxın. Cavabı verib nəfəs almayın. Aydındır? Baxın, bu çox önəmli bir məqamdır. Barmaq toxunmalı olduğumuz məqamlardan biri də budur ki, danışan zaman. Buyurun. Bəli, ona səhvləşir. Aha. Yəni buna diqqət yetirəyəzsin. Təşəkkür Bəli, edirəm çox- müəllimə. Sizə də təşəkkür edirəm. Çox sağ olun. Üçüncü sualımız budur ki, yəni düşmüş suallardan da bir-iki regionun özündə də düşüb ki, valideyn deyir, inklüziv uşaq var qrupda. Çıxardın onu qrupdan. Nə edərsiniz? Aybəniz Burcalıyeva. Aybəniz müəllimə, bu suala cavab vermək Bəli. istəyərsinizmi? Bəli. Buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir Mənə- olsun müəllimə. Xoş gördük sizi. Xoş gördük mən də.
Əvvəlcə mən həmin valideynə, yəni qayda-qanunu başa salmaq çalışıram. Yəni onun fikrini başa düşərəm, sakit şəkildə qəbul eləyərəm və onu başa salmağa çalışıram ki, yəni hər bir uşağın təhsil almaq bərabər hüququ var, yəni təhsil almaq hüququ var. O heç vaxt yəni bizim əlimizdə deyil. Dövlət təhsilinin qoyduğu qanuna əsasən hər bir sinifdə inklüziv uşaq ola bilər, sinif uşaqları təşkil oluna bilər və o uşağın da buna hüququ çatır. Əgər yox, o israr eləsə ki, o mənim uşağıma təsiri var. Mən çalışaram ki, o valideynlə bu barədə biraz yəni ki, ona necə deyim, onu biraz maarifləndirim də. Deyə bilərəm ki, yəni o uşaqları biz cəmiyyətə qoşulmasaq, onlar necə qoşula bilər? Onların gələcəkləri necə olacaq? Çünki inklüziv təhsilin əsas məqsədi odur ki, həmin bu uşaqlar gələcəkdə onların peşə bacarıqlarını, yəni tam yiyələnmiş olsunlar da. Yəni gələcəkdə onların peşə yəni ki, yiyələnmələrində çətinlik olmasın, onların cəmiyyətə adaptasiyasında çətinlik olmasın deyənə, həmin uşaqları, yəni uşaqlıq vaxtından cəmiyyətə uyğunlaşdırırlar da. Yəni mən çalışaram ki, o valideyni, o inklüziv uşağın onun tərəfdən baxmağını, yəni deyərdim, yəni hər birimizin başına gələ bilər də, yəni ki, hər birimizdə elə bir hal ola bilər ki, uşağımızda yəni elə bir şey olsun. Yəni biz də o uşağı, yəni bilməliyik ki, yəni belə uşaqları adaptasiya etmək lazımdır cəmiyyətə. Cəmiyyətdən təcrid etmək əvəzinə onlarla yəni onları inkişaf etdirmək lazımdır. Mhm. Çox Bilirəm yaxşı. belə sualım bəlkə də yorucu olar, Yox, amma yəni müəllimə, belə yorucu fikirləşirəm. deyil də təkrara düşürsüz. Məsəl üçün, yəni sözünü bir neçə səfər işlədirsiniz. Çalışın bu yəniləri azaldasız. Sonra sizdə də tələsmək var. Eyni qaydada nəfəsinizi dərərək danışın müəllimə. Burada qaçası, burada Biraz sizin arxasınızda qovası heç kim yoxdur. Sizdən təmkinli, aranla cavablar gözləyirəm. Hər birimiz burada müsahibə mərhələsinə hazırlaşan müəllimlərik. Anlayışla qarşılayırıq bir-birimizi. Çox mən də gözəl. əslində sabah müsahibədəyəm. Ona görə biraz indidən demək olar ki, həyəcanlıyam. Çünki bugün xəbər verilib. Yəni ki, Bəli, çox müəllimə. həyəcanlıyam Hansı da. regiondasınız müəllimə? Mən Bakı regionu üzrəyəm. Sadəcə olaraq mən inanmırdım ki, yəni çağıralar da. Elə bilirdim ki, çağırmayacaqlar. Yeni Amma çağırdılar. hazırlatmamısınız. Bəli, heç. Ona görə bu gün ancaq qalmışam ki, ay Allah, mən necə eləyəcəm? Tövsiyə edirəm ki, müəllimə, sizə bəzi məqamlar var ki, məsəl üçün özünüzü təqdim etmədir, bədən dilidir. Yəni bunlara uyğun olaraq hazırlaşdırasınız özünüzü. Bəzi suallar, şablon suallar var. Onlara məsələn məktəbə qədər təhsil nədir? Bilmədiyiniz sual. Mənim keçən dərslərimizdə də baxın, yəni müəllimə, Aybəniz müəllimə tövsiyə edirəm sizə. Onların üzərindən işləmişik ki, aha, təşəkkür edirəm Baxaram. Aybəniz Çox sağ müəllimə. olun. Sizə də uğurlar arzu edirəm. Xoş xəbərlərinizi gözləyirəm. Telegram kanalımızda yoxdursunuzsa, Telegram kanalımıza qoşulun və sabah müsahibəsi olan müəllimlər, gözəl müəllimlərim, sabah zəhmət olmasa gözəl xəbərlərinizi Telegramda paylaşın mənimlə. Mən də xəbər bilim. Sonra Oldu məktəbə inşallah. Sağ ol. aha, çox sağ olun müəllimə. Məktəbəqədər təlim və tərbiyə nədir? Kim sualıma cavab vermək istəyər? Sahilə Əmrahova. Bəli, müəllim, burdayam. Aha. Sahilə Əmrahova müəllimə. Buyurun. Deyə bilərmisiniz ki, məktəbəqədər təlim və tərbiyə nədir? Məktəbəqədər təlim uşaqların əqli və fiziki cəhətdən onlara təlim tərbiyəsini hazırlamaq, gündəlik həyata hazırlamaq və onların hazırladığımız uşaqları gündəlik həyatda onların hərəkətlərini tətbiq etmək və onlarda motivasiyanı formalaşdırmaqdır. Çox gözəl bir cavabdır və danışıq üslubunuz olsun, səs tembriniz çox yaxşıdır. Birinci olaraq onu demək istəyirəm Sahilə müəllimə, amma əlavələr edə bilərik. Qısa cavablar vermək nə deməkdir əziz müəllimlər? Qoy onu deyim sizə. Qısa cavablar vermək müsahibə mərhələsində çox sual, bərabərdir çox sual. Ətraflı bir cavab versək, əmin ola bilərsiniz ki, bizim müsahibə vaxtımızdan gedir. Yəni ki, bilirsiniz də bunu deməyə ehtiyac yoxdur, amma əlavə olaraq mən demək istəyirəm. Qısa cavablar verməməyə çalışın. Ətraflı olaraq deyə bilərsiniz ki, məsəl üçün məktəbəqədər təlim və tərbiyə bu 1-6 yaş arasında olan uşaqların hər tərəfli inkişafını təmin edən təhsil mərhələsidir. Məktəbəqədər təlim təkcə bilik öyrətmək deyil də, uşağın sosial olsun, emosional olsun, fiziki və nitq inkişafını dəstəkləmək deməkdir. Bu dövrdə oyundur, tədqiqatdır və hərəkət əsas öyrənmə vasitəsidir. Mühit uşağın marağını oyatmalı, təhlükəsiz və inkişaf etdirici olmalıdır. Məqsəd uşağı məktəb həyatına psixoloji və idrak baxımından hazırlamaqdır.
Təşəkkür edirəm Sahilə müəllimə. Mənim məsləhətlərimə də riayət etsəz lap yaxşı olar. Yaxşı Daha müəllim. sonra Doğru vurğuladınız. daha sonra təşəkkür edirəm bir daha. Məsəl üçün müəllimlər var ki, qorxur ki, kurikulum nədir sualı, kurikulum neçə istiqamətdə aparılır sualları. Sual verim, kurikulum nədir və neçə istiqamətdə aparılır? Kim deyər bunu? Gülşən Hüseynova deyə bilər? Deyim müəllimə? Xurama müəllimə, buyurun deyin. Kurikulum. Gülşən müəllimə, sizə birazdan deyəcəm inşallah. Məktəbəqədər kurikulum məktəbəqədər yaşlı uşaqlarda pedaqoji prosesin təşkili, qiymətləndirilməsi, monitorinqini həyata keçirən konseptual dövlət sənədidir. Və kurikulum dövlət standartlarına uyğun şəkildə həyata keçirilir. Bir də kurikulumda, yəni əsasən uşaqların yaş xüsusiyyətləri, maraqları nəzərə alınır. Çox gözəl. Bəs neçə istiqamətdə aparılır? Bilən var müəllimlər? Kim deyər? Kurikulum neçə istiqamətdə aparılır? Salam müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun Güntac müəllimə, xoş gəldiniz. Sağ olun müəllimə. Müəllimə, səhv etmirəmsə bu sualları mənə vermişdilər müsahibədə. Çünki sırasıyla hamısı mənə verəndə o suala mən cavab verə bilməmişdim. Yəni müsahibənin özündə də ki, yəni kurikulum neçə istiqamətdə aparılır. Yəni konkret dedim ki, Söhbət bilmirəm bunun metodikadan cavabını. gedir. Kurikulum dediyimiz anlayış metodikadır müəllimlər. Yadınızda saxlayın. Metodika bərabərdir. Kurikulum bərabərdir. Metodika və biz də məktəbəqədər metodikadan söhbət gedirsə, biz inkişaf sahələrimizdən birinci olaraq, başlıca olaraq inkişaf sahələrimizdən söhbət gedir. Bizim necə Mən yazmışam. Üzr istəyirəm. Yazmışam. Bilmirəm amma düz yazmışam ya yox. Siz oradan oxuyun. Buyurun, deyin görək. Məktəbəqədər təhsil sistemində göstərilən təhsil sistemlərinin hər bir vətəndaş üçün əlçatan olması, uşağın inkişafında şəxsiyyət yönümlü yanaşmadan istifadə, məktəbəqədər və ibtidai təhsil arasında varislik, uşaqların hərtərəfli inkişafı üçün bərabər şəraitin yaradılması, nəticə yönümlülük, təlimdə diferensiallaşdırma və fərdiləşmə, inteqrativlik, tələb yönümlülük, təhsildə müasirlik, dünyəvilik, millilik və Azərbaycançılıq, təhsilin keyfiyyəti, sonra nə yazmışam bura? Cəmiyyətin və dövlətin maraqlarına uyğunluq. Çox gözəl müəllimə. Bəli, artıq biz inkişaf sahələrimizdən danışırıqsa, bunların hər birini paylama olaraq bu inkişaf sahələrinin içərisinə daxil edirik. Eyni qaydada Aytac müəllimə çox gözəl cavab verdiniz. Bunu əzbərləsəz, bunu öyrənsəz sizin üçün də yaxşı olar. Aha, çox gözəl Bu bir sual. kurikulumun növləri sayıldı. Bəli. Belə, inkişafın izlənilməsi deyilən bir anlayış var müəllimlər. Yəqin ki, bilirsiniz. Yəni formativ qiymətləndirmə, inkişafın izlənilməsi formativ qiymətləndirmə deməkdir. Eyni qaydada formativ qiymətləndirmə, inkişafın izlənilməsi deməkdir. Zəhmət olmasa səsləri bağlayaq müəllimlər. Çox səs gəlir. İnkişafın izlənilməsi nə deməkdir müəllimlər? Nədir? Bunu da desin Gülşən Hüseynova. Bayaq müəllimənin sözünü aldıq. Mənim inkişafın izlənilməsi formativ qiymətləndirmə deməkdir. Məşğələ prosesində uşaqların müəllimin uşaqları müşahidə etməsi, onları izləməsi, nə cür öyrəndiklərini, nə hansı formada öyrəndiklərini portfolioda qeyd edir. Bu məşğələnin gedişatı deməkdir, inkişafın izlənilməsi. Burada inkişafın izlənməsi özü portfolio, təhlil, portfoliodan sonra müşahidə var, portfolio, bir də təhlili yadımdan çıxdı. İnkişafın izlənilməsi də dəyərləndirmə metodlarımız hansılardır müəllimə, bilmədiniz? Keçən dəfə biz danışmışdıq. Müşahidə, sonra portfolio, sonra təhlil, fəaliyyət məhsullarının təhlili, fəaliyyət təhlili, yaş cədvəlləri. Yaş cədvəlləri deyil müəllimə, elə bir şey yoxdur. Müşahidə, müsahibə, portfolio, fəaliyyət məhsullarının təhlili və şifahi sorğu. 5 dənə bizim qiymətləndirmələrimiz var. Bir sual da verin müəllimə, görə biləcəyimiz. Formativ qiymətləndirmə nə zaman aparılır?
Məşğələnin gedişində aparılır formativ qiymətləndirmə. Məşğələnin gedişində aparılır. Ümumi olaraq, mütəmadi olaraq aparılan qiymətləndirmə növünə formativ qiymətləndirmə növü deyilir. Daha doğrusu formativ qiymətləndirmə. Daimi, Daim gündəlik aparılır. də nəzərdə Bəli, tutulur, değil mi? gündəlik olaraq aparılır. Daha sonra formativ qiymətləndirmə il boyu aparılır. Sentyabr ayından may ayına qədər və yaxud da il boyu aparılır da, yəni bir ay yoxdur dəqiq olaraq desək. Amma diaqnostik qiymətləndirmə olaraq qısa olaraq da məlumat verək. Sentyabr, oktyabr aylarında aparılır daha çox. Uşaq otağa yeni daxil olarkən və yaxud uşaq bağçaya yeni daxil olarkən aparılır. Diaqnostik qiymətləndirmə də düşüb ki, nədir? Ümumi olaraq məlumat vermək Aha, istədim. Sonra aha, çox ə, gözəl. Müəllimə bir sual verə bilərəm. Bu buyurun. summativ də deyirlər. Bu summativ də yəqin yekun hesabatdır da, üçüncü ən son. Bəli, summativ qiymətləndirmə müəllimlər, summativ anlayışı biz bağçalarda yoxdur. Bu tərif biz bağçalarda işlətmirik. Bəli, amma Summativ veriblər sual qiymətləndirmə, olaraq. bəli, veriblər, amma belə deyək də yekun hesabat adı altında gedir. İldə də Mən belə 3-6 yaş, 3-6 yaş arası yəni olur. ümumi olaraq 3-cü da yaşın məktəbə sonunda. qədər təlimdə 2 dəfə aparılır. 3 yaşın sonunda, bir də 6 yaşın sonunda. Yenə də deyirəm, summativ anlayışı bizdə yoxdur, məktəb təlimində var. Mən eşitmişəm summativ sualını veriblər. Mənə də çox belə təəccüblü qalıb ki, summativ anlayışı Bəli, bizdə bizdə yoxdur. deyil. Bir də müəllim biz Allah qoysa məni də sabah çağırıblar müsahibəyə, amma o qədər həyəcan keçirdirəm ki indi. Allah xeyirli xəbərlər eşitməyi nəsib etsin sizdən də Bugün Mürşən müəllimə. inşallah. Bugün xəbər gəlib sabah müsahibədir. Təsəvvür edirsiniz. Biz də xaymıldıq ki, sonra çağıracaqlar. Görək inşallah. Xeyirlisi olsun müəllimə. Sizə də tövsiyəm Sağ ola olun. bilər ki, yenə də özünüzü təqdim etmə hər birinizə aiddir. Çünki özünü təqdim etmədən qaçılma yoxdur. Özünü təqdim edən zaman artıq 70% müəllimlərin ağlında canlanır ki, daha doğrusu komissiya üzvlərinin ağlında canlanır ki, bu müəllim məni müsahibədən keçəcək və yaxud keçməyəcək. Çox önəmli bir faktordur özünü təqdim etmə. Ona görə də çox yaxşı hazırlaşın özünüzü təqdim etməyə. Ötəri bir özümü təqdim edirəm də, hə, burada nə var ki, deyərək yaxınlaşmayın. Bu bir. İkinci olaraq daha nə deyə bilərəm mən sizə? Məsəl üçün sabah hansı gündür? Bu gün ayın neçəsidir? Səhv etmirəmsə 18 noyabrdır. Sabah 19 noyabrdır. 19 noyabrda hər hansısa bir qeyri-adi hadisə baş veribmi? Bunu yoxlayın. Ola bilər və yaxud olmaya bilər. Hər ehtimala baxın. Hansı belə deyək, bəzi regionlar var ki, soruşub ki, şəhidlərinizin adı, məsəl üçün, yaşadığınız şəhər haqqında neçə dənə şəhid bilirsiniz? Dünya görüşündən yenə də deyirəm, çox suallar düşmür, amma yenə də vermək olur da, verilə bilir. Bilmirəm də, məsəl üçün, Dağlıq Şirvan regionu varsa burda, daha çox metodiki suallar verib. Neçə dənə müdavimi var ki, mənim Dağlıq Şirvandan görürəm ki, metodiki suallar verib. Məsəl üçün, sənaye şəhərləri hansılardır? Birazdan indi onlara da cavab tapacağıq. Belə-belə suallar verilir. Mədəniyyət şəhərimiz hansıdır? Belə tipli suallar verir. Məsəl üçün, Bakının özündə də psixoloji suallar özü çox düşüb. Region ayırmaq lazımdır, bölmək lazımdır. Məsələn, bu regionda ən çox hansı suallar verilib? Onlara diqqət yetirin. Yenə də hər biriniz özünüzün, belə deyək, regionunuza qoşulmusunuz, qrupunda varsınız. Baxın görün onlara hansı suallar düşüb. O minvalda suallara hazırlaşın. Bunu deyə bilərəm əlavətən. İndi də hazırlaşmaq çox gecdir müəllimlər. Vaxtında hazırlaşmaq lazımdır. Vaxtında qulaq ardı etməmək lazımdır. Sonra Müəllimə, bu Gəncədə ombudsman falan sual veriblər. Çox bir nəfərə, yəni ancaq demək olar dünya görüşündən sual düşüb. Atmışdılar ombudsman, sonra AXC, nə bilim haranın sədri, o buranın sədri, nə qədər ancaq elə şeylər. Yəni bu dünya görüşü müəllimə ancaq dünya görüşündən verə bilməzlər. Niyə? Çünki dünya görüşünün belə deyək, müsahibədən kəsmək anlayışı dediyimiz bir şey var da, elədir. Müsahibədən dünya görüşünə cavab verə bilməyən müəlliməni kəsmirlər. Niyə? Əsas olaraq psixoloji olaraqdır, əsas olaraq metodik olaraq da hazırlaşmaqdır. Buna görə yəni dünya görüşü həddindən artıq dünya görüşü vermək də düzgün bir şeydir. Yenə də deyirəm, onlar da insandır. Onların da səhvləri ola bilir eyni qaydada, necə ki bizdə olduğu kimi. Yəni çox çətin suallar vermək də biraz insaf dışıdır axı, insafa gərək. Bəli, müəllimə, biz də şoka düşdük ki, yəni bu müəllimə demək olar ki, sualın 90% ancaq o tərz suallar verib sədrlərdən, AXC-nin sədri, nə bilim, Bəlkə mən heç ombudsman bir falan. Zəfər deyim, belə deyək, siyasətlə heç bir formada maraqlanmıram. Heç bir bəlkə də başqa yerdən dünya görüşüm hamıdan çox ola bilər. Amma mən siyasətlə maraqlanmıram da. AXC Azərbaycan Xalq Cümhuriyyətidir də, yəni bundan söhbət gedir. Və yaxud hansı sədrlər var, mən bunları bilməmək hüququm yoxdur. Mən əlbəttə ki, bunları bilməməliyəm.
Bir saniye Bir dənə bakayım. üzr istəyirəm. O suallara cavab verməsə məncə o səhv sayılmır da. Hə? Ben yine de deyirəm, yəni dünya görüşü suallarına çox da önəm verməyin. Müəllimə deyir ki, bir müəllimə, müdavimim var ki, bu gün müsahibədə dünya görüşündən sualı bilməyib. Deyib ki, bəs mən bilə bilmədim də mən kəsiləcəm. Xeyr, elə bir şey yoxdur. Dünya görüşü çox da müsahibənin talehini belirləyən suallar deyil. Əsas olaraq bu situasiyada necə davranardı sualları, əməkdaşlıq sualları əsas rol oynayır, metodiki suallar əsas rol oynayır. Yenə də deyirəm, özünüzü təqdim etməniz əsas rol oynayır. Bir müəllimə ki, özünü təqdim edə bilmirsə, 20 dənə uşağı ona tapşırmağın heç də mənası yoxdur. Elə mənim də fikrim budur. Sonra müəllimlər, çox gözəl suallarımız var. Çox belə maarifləndirici, öyrədəcək suallarımız. Məsəl üçün Gardner nəzəriyyəsi düşün. Onu deyim ki, müəllimlər, yadınızda saxlayın. Əgər ki, imtahan mərhələmiz, bizim bilirik ki, imtahan mərhələmiz var, müsahibə mərhələmiz var, elə deyil. İmtahan mərhələmiz çətindirsə, müsahibəmiz rahat olur. Yox, imtahan mərhələmiz, bilirik ki, nə qədər 40+ bal toplayan var, bu imtahanımız çox rahat formada keçib, yaxşı bal toplayan müəllimlərimiz var. İmtahan mərhələmiz asandırsa, müsahibəmiz çətin olur, yadınızda saxlayın. Bir də onu demək istəyirəm ki, imtahan mərhələsində düşən sualları müsahibə mərhələsində salmırlar. Hansı ki, suallar düşməyib, hansı ki, mövzulardan imtahanda düşməyibsə, bilin ki, müsahibədə də onlardan verə bilərlər. Məsəl üçün Gardner nəzəriyyəsi. Elə deyil, Gardner nəzəriyyəsindən imtahanda sual düşməmişdi, səhv etmirəmsə. Gardner nəzəriyyəsi necə adlanır sualını veriblər. Kim versin mənə? Yeganə Hüseynova. Üzr istəyirəm. Buyurun müəllimə, yeganə müəllimə. Gardner nəzəriyyəsi nədir sualını necə cavablandıra bilərsiniz? Yeganə Hüseynova. Nailə İsmailova. Müəllimə. Aha, buyurun yeganə müəllimə. Mən Gardner nəzəriyyəsi o intellekt növləri olan nəzəriyyədir, səhv eləmirəmsə. Bəli. Çoxnövlü Bəli. intellekt nəzəriyyəsi olan. Bəli, 8 növ intellekt nəzəriyyəsi var idi onun. Verbal lingvistik, aha. Sonra dəqiq hamısı yadımda deyil, amma dəqiq bilirdim ki, 8 növdür. Yaxşı, Nailə İsmailova cavablasın, yeganə müəllimə. Sizə yenə qayıdarıq. Dəqiq cavab Bəli, verin müəllimə. müəllimlər. Buyurun Nailə müəllimə. Biz Gardner nəzəriyyəsini hal-hazırki təlim metodlarımızda deməli işlədirik və bizim üçün bu uşaq yönümlülük qorunması deməkdir bir yandan da. Gardner nəzəriyyəsi o öyrənmə tərzləri nəzərə alaraq uşaqlara təlim təşkil etməyimizdir. Bir də ki, Gardner nəzəriyyəsi biz bilirik ki, VAKO abreviaturasına əsasən təlimimizin təşkil etməsidir. VAKO abreviaturası deyildikdə vizual uşaqlara, deməli şəkillərlə, illüstrasiyalarla, deməli puzzlelarla, video çarxlarla təlimin necə deyək, daha çox onlar o yöndə öyrənən uşaqlardır. Bir də var audial uşaqlardır. Səslə, müzakirələrlə, musiqi dinləyərək, eşidərək, nağılı dinləyərək, daha doğrusu nağılı dinləyərək öyrənə bilən uşaqlardır. Bir də var kinestetik uşaqlarımız. Bunlar hərəkətli, rollu oyunlar veririk bunlara. Bu uşaqlar səhnələşdirmə oyunları veririk. Motor fəaliyyətlərlə, hərəkətli oyunlarımızdan bu uşaqlar daha çox bu yöndə deməli bacarıqlıdırlar deyərdim. Bir də var oxu yazı deməli başlığı altında verdiyimiz bütün bədii deməli nitq inkişafı üzrə verilən bütün deməli fəaliyyətlərimizdə bu uşaqlar uğur qazanır. Bir də var VAKO-dan əlavə Gardner nəzəriyyəsində deməli insanların bir növ deyərdik ki, inkişaf etdiyi yönlər var. Yəni bu yönlərdə 8 intellekt növünə bölünür. İntellekt növü deməli bir insanın bir intellekt növü deyə bir şey yoxdur. Bu intellekt növlərimizi sadalayım müəllimə. Buyurun, əsas olaraq onları sadalamalısınız. Aha, bəli müəllimə, 8 intellekt növümüz vardır. 8 intellekt növündə deyir ki, var verbal lingvistik uşaqlar. Bu uşaqlar bir növ deyərdim, ədəbiyyata marağı olan uşaqlardır. Bu uşaqların söz ehtiyatı çox olur, hekayələri daha dolğun, gözəl nağıllar danışa bilirlər. Söz yazmaq, dialoq qurmaq bu uşaqlarda daha yaxşı inkişaf etmiş uşaqlardır. Bir də var məkan vizual uşaqlar. Bu uşaqlar daha çox rəsmə meyilli olurlar. Təsviri incəsənətdə daha yaxşı uğur qazanırlar. Sonra bunlarda göz yaddaşı yaxşı olur. Bir də var məntiqi riyazi deməli inkişaf etmiş uşaqlar, riyaziyyat yönümlü uşaqlar deyərdim. Bunların öyrənməsi daha çox deməli intellekt belə idrak yönümlü fəaliyyətləri, rəqəmlərlə deməli işləməyi, puzzle-da tapmaca oyunlar var, puzzle oyunlar var, didaktik oyunlar da, stol üstü oyunlar var. Bunlar daha çox bu yöndə uğur qazanırlar və maraqlı olurlar. Bir də var naturalist uşaqlar, təbiətlə əlaqə
Aha, çox gözəl müəllimə. Əla bir cavab idi. Mən Həqiqətən də ətraflı çox bəyəndiyim bir Müəllimə, cavab idi. Buyurun. yox, müəllimə, mən içim nəsə mənim xoşuma gəlmir. Bilmirəm niyə. Cavabınız yaxşı idi. Qarışdırıram mı? Həyəcanınız var. Yəni həyəcanınız Hə, var, həyəcanlanırsınız. Həyəcan mənimlə pis bir şey deyil. Əgər ki, məsuliyyət hissi duyursunuzsa, əgər ki, canınızda məsuliyyət varsa, deməli həyəcan duymalısınız müəllimə. Elə istəyirsiniz ki, heç bir formada həyəcanım olmasın? Yox. Yəni bir yerə qədər həyəcan normaldır, normal sayılır. Amma nəfəsim getsin. Bəzi müəllimlər var ki, nə qədər valeriyan atırlar, Karbalov atırlar ki, imtahana getməmişdən əvvəl və yaxud müsahibəyə getməmişdən. Bu artıq hədsiz həyəcandır da. Bu artıq abartıdır. Ehtiyac yoxdur bu qədər həyəcana. Çalışın yenə də deyirəm, nəfəs egzərsizləri edin, nəfəsinizi diaframdan alın, yaxşı formada, belə deyək də, nəfəsinizi dərərək cavab verməyə çalışın. Təşəkkür edirəm, amma cavabınız həqiqətən də çox gözəl idi. Müsahibənizdə Müəllimə, bu siz ətraflı danışın belə. Orada belə danışın bunlar Bəli, hamısı. əlbəttə ki, elə danışın. Çox gözəl bir şeydir. Yox, ətraflı olaraq danışa bilirsinizsə danışın. Təşəkkür. Müəllimə, nə yaxşı motivasiya oldunuz mənə. Sağ olun müəllimə. Sağ olun əzizim. Motivasiyanın özü çox gözəl, belə deyək də, maşın benzinlə işləyir, insan motivasiya ilə işləyir. Bunu diqqətli olaraq bilin. Yəni bir mənalı olaraq bilin ki, maşın benzinlə işləyir, insan isə motivasiya ilə işləyir. İləri addımlamaqdan ötürü motivasiya bir növ qamçı rolunda oynayır. Motivasiyanız hər zaman gücdə qalsın, gücdə qüvvədə olsun. Heç bir arxaya çönüb baxmayın, arxaya dönməyin, hər zaman irəli. Çox gözəl. Sonra, başqa sualım. Valideyn deyir ki, uşağın əli göyərib. Bunu sizdən bilirəm. Nə edərsiniz? Nigar müəllimə, cavab vermək istəyirsiniz əzizim? Nigar. Müəllimə, Nigar müəllimə cavab vermədi. Yaxşı. Səma Cəfərova. Səma Axşamınız xeyir Cəfərova. müəllimə. Aha, axşamınız xeyir olsun əzizim. Xoş gördük sizi. Çox sağ olun. Müəllimə sualı eşitmədim mən. Səs gedib gəlir bəndə. Aha, deyir ki, valideyn deyir, uşağın əli göyərib. Bunu sizdən bilirəm. Aqressiv formada deyir. Nə edərsiniz Səma müəllimə? Mən burada əvvəlcə valideynlə sakit bir tonda danışaram mən. Üzr istəyirəm, biraz həyəcanlıyam. Ola bilər müəllimə, bayaq da dedim axı, həyəcan normaldır, amma dərindən nəfəs alın və belə deyək də, başlayın danışmağa. Valideynlə xoş rəftar edərəm. O valideyni başa salaram ki, bizdə olmadığını, belə bir şey ola bilməz. Bir də ki, valideynə deyərəm ki, uşaq çox vaxt uşaq bağçaya gəlmək istəmir, özündən belə şeylər deyir ki, yəni ona görə ki, sözümü də cəmləyə bilmədim. Üzr hesab edin. Yəni ki, uşaq evdə öz-özündən uydurur ki, müəllimə məni göyərdib də əlimi və yaxud ola bilsin ki, hardasa yıxılıb, özü evdə. Ümumiyyətlə belə tipli suallar müəllimlər, belə sizin görə çaş-baş sala biləcəyiniz, sizə bu suala, bu təliyə düşə biləcəksiniz. Kim danışır? mən əlavə edə bilərəm müəllimə. Buyurun, buyurun. Deyin, mən də üzərinə əlavə edərəm. Müəllimə, birincə əvvəla valideyn gəlib deyərsə uşağımın əli göyərib, mən elə bir vəziyyət yaradaram ki, heç onun valideynə, yəni güvənimi, yəni tərbiyəçiyə güvənməlidir ki, onun əlinin üstünü tərbiyəçi eləyə bilməz də. Yəni ki, valideyn ki, tərbiyəçi valideynin güvənini qazanmalıdır. Daha doğrusu, yəni tərbiyəçi valideyn güvənməlidir. Heç vaxtı o inanmamalıdır ki, yəni tərbiyəçi mənim uşağım əlinin üstünü görə bilər. Baxaram ki, valideynlə belə, yəni ki, sakit formada danışaraq, yəni onu başa salaram, izah edərəm ki, yəni ki, ola bilsin ki, uşaq da yolda gələndə dəyib, harda dəyib. Ancaq mən çalışaram birincisi, elə necə deyim, o proyektiv müəllimi olaraq, nəticə yönlü müəllimi olaraq əvvəlcədən elə bir şərait yaradaram ki, mən qrupumda elə bir vəziyyət yaranmasın. Əgər yaranarsa, sakit bir formada aradan götürərək, sakit bir formada valideynlə söhbətlər apararaq, yəni ki,
mehribancasına onu həll edərik. Çox Ki, gözəl. yəni Müəllimə əlavə edə bilərəm. Müəllimə mən də əlavə edə bilərəm. Təxminə müəllimə, Təxminə Kərimova. Salam müəllim, Axşamınız xeyir. Mən belə bir cavab verə bilərdim ki, əgər yəni uşağın əlinin göyərməsi ilə bağlı mənim işlədiyim zamanda, işlədiyim dövrdə, pedaqoji fəaliyyət göstərdiyim bir dönəmdə heç vaxtı belə hərəkətin yol verməsinə imkan vermərəm. Mən nəzarətimi o qədər güclü saxlayaram ki, uşaqların bir-birinə qarşı belə hərəkətlərinə yol vermərəm, imkan vermərəm. Yox, əgər belə bir hal oldu da, yaşandı, o zaman mən çox təmkinlə, çox sakit yanaşaram bu vəziyyətə, bu hala. Uşaqlara yumşaq şəkildə, normal şəkildə yanaşaram. Onları bir-birindən aralamağa çalışaram, sakitləşdirməyə çalışaram. İlk öncə əgər bir uşağı dişləyibsə, orada yara yaranıbsa, mən ilk öncə uşağa tibbi yardım edərəm, yara nahiyəsinə dezinfeksiya edərəm, onu sarıyaram, bağlayaram və ikincisi dişləyən uşağa yumşaq şəkildə, yəni sən etdiyin bu hərəkət düzgün bir hərəkət deyil. Sən başqalarına belə olduqda başqalarına əziyyət verirsən, başqaları səni bax dişləyirsən, o uşaq əziyyət çəkdi, ağladı. Amma yumşaq şəkildə də, yəni uşağı danlamayaraq, uşağa empatiya göstərərək bunu başa salaram. Sonra uşaqları sakit bir yuşaya çəkib onlara məsələn video roliklər izlədə bilərəm və yaxud da təkcə ikisinə yox, hamısına bir yerdə də bütün uşaqlara bir yerdə onların ünsiyyət quraram. Sonra uşaqlara əməkdaşlıq barədə, mehribançılıq barədə onlara hekayələr danışaram, nağıl danışaram və yaxud da hər hansısa bir qısa video rolik izlədərəm ki, yəni belə bir halların yaşanması düzgün bir şey deyil. Uşaqlar bir-birlərinə qarşı mehriban olmalıdırlar, ünsiyyətçil olmalıdırlar, bir-birlərinə əməkdaşlıq etməlidirlər, dostluq mühiti yaratmağa çalışaram mən qrupumda. Gözəl Təxminə müəllimə, çox gözəl. Təxminə müəllimə öz məni müdafiə edir. Çox gözəl, ətraflı olaraq cavab verdiniz. Birinci nə demək lazımdır? Ondan bəhs etdiniz ki, əsla mən valideynlə elə bir münasibət quraram ki, heç bir formada o məndən belə bir şey şübhələnməz. Birinci olaraq bunu demək lazımdır. Aydındır. Sonra sizin dediklərinizi sıralı olaraq biz yerləşdirə bilərik. Özünüzə güvəniniz olsun. Bu tipdə tələlərə düşməyin əziz müəllimlər. Sonra başqa sualım. Bir də ki, Səma Cəfərova müəllimə də mən birinci ona vermişdim bu sualı. Müəllimə, çalışın, əgər bilmirəm neçə bal toplamısınız, çalışın, cavab verin. Belə deyək də, bilmirəm deyilən bir anlayış yoxdur ha. Keçən dərsdə mən başa salmışdım, sizə də eyni qaydada indi də demək istəyirəm ki, müəllimlər, bilmirəm anlayışının yerinə birinci olaraq demək lazımdır ki, 4 dənə mərhələdən ibarətdir. Baxın, bilmirəmin əvəzinə nə deyə biləcəyimiz. Birinci olaraq deyin ki, bu suala verdiyinizə görə təşəkkür edirəm. Hal-hazırda bu sualın cavabı məndə yoxdur. Əmin ola bilərsiniz ki, burdan çıxandan sonra ilk işim mənim bu sualın cavabını tapmaqdır. Baxın, bu olaraq mərhələli olaraq davam edirik. Təkrar edirəm. Diqqətli qulaq asın. Əgər bir sualı bilməyən zaman nə demək lazımdır, onun izahını verirəm. Çox maraqlı sualdır. Bu sualı verdiyinizə görə sizə təşəkkür edirəm. Hal-hazırda bu sualın cavabı məndə yoxdur. Əmin ola bilərsiniz ki, burdan çıxandan sonra ilk işim bu sualın cavabını tapmaq olacaq, araşdırıb tapmaq olacaq. Belə. Sonra Səma Cəfərova, mən öz üzərinizdə işləyin. Buyurun Aytac müəllimə. Müəllimə, mən fikirləşirəm ki, bu qəbul etməməkdən əlavə, məsələn, deyək, ilk öncə deyək ki, bizim qrupda belə bir şey hal ola bilməz, belə bir vəziyyət. Amma mən fikirləşirəm ki, əgər belə bir hal varsa, mən elə valideynə uşağa təhvil verəndə valideynə ilk öncə deyərəm, özüm yəni o görməmiş, mən onsuz da onu görmüşəm də, deməli, valideynə bildirərəm ki, qoy mən valideynin güvənini qazandım və deyərəm, üzrxahlığımı istəyərəm ki, əmin olun ki, bir də belə bir hal baş verməyəcək. Onda heç valideyn mənim üstümə elə şübhənlə də gəlməz də, belə bir. Yəni bir valideyn sizə acıqla deyirsə ki, uşağımın əli göyərmək nədir? Ya bir zədə almaqdır da, ya vurulmaqdır, ya zədə almaqdan söhbət gedir də. Əgər bu varsa, deməli bir şiddətdən söhbət gedir də və sizdən şübhələnir. Burada o valideynin ağlına nə qədər də söz desəz, öz bildiyindən dönməyəcəyi. Söhbət başqa bir şey də ola bilər. Məsəl üçün ola bilər ki, mən pedaqoji stajım ərəfəsində mən o qədər şeyə şahid olmuşam ki, məsəl üçün bir valideyn var idi ki, uşağının alnı çapıq olmuşdu. Gəlib ailəmi bir-birinə qatmışdı ki, müəllim uşağımı döyüb.
Fakt, kameralar hər yerdən də artıq bütün bağçalarda demək olar ki, kameralar var. Kameraları açıb görəndə gördük ki, uşaq həqiqətən yerə əyilən zaman, alnı dəyir, uşağın balaca stolları var ya ora və cızılır. Yüngülləri cızılır. Əmin ola bilərsiniz ki, onun müəlliməsi uşağı təhvil verən zaman ona demişdi ki, bəs bu hər birimizə aiddir bu. Yəni biz uşağı təhvil verən zaman o bağça içərisində hər hansısa bir hadisə yaşanıbsa, bunu valideynə deyirik. Düzdür, onun güvənini qazanırıq, anlayışla qarşılayırlar. Əmin ola bilərsiniz müəllimlər ki, uşaq evə gedən kimi heç getməmiş ha, qapıdan bir addım atmamış nə olduğunu deyəcək valideyninə. Uşaqlar Bəli, nə müəllim. dediyini düzün deyir. Buyurun. Müəllimə çalışıb hər şeyin düzünü deməlidir. Bəli, yalan Lap nə danışmaq heç Bəli. düzgün bir şey deyil. düzün Ümumiyyətlə deməlisən, müəllimlər boyuna almalısan, amma valideyn gəlibsə də yenə də onu valideyni dediyim kimi güvənini qazanmalıyıq ki, valideyn bizdən şübhələnməsin. Bəli, əlbəttə ki, şübhəli heç bir davranış etməməliyik. Həqiqətən istəyərdim ki, bizim övladımıza hər hansısa başqa biri, yad biri, nə olsun müəllimədir, nə olsun gün ərzində bir neçə saatını həmin müəllimə ilə bir yerdə olur, şiddət uyğulasın. Öz valideynin yerinə özümüzü qoyaq da, yəni hər kəs valideyndir. Valideyn deyilsə belə gələcəyin valideynləridir, analarıdır. Bunu düşünmək lazımdır. Sonra, bir sual verək. Uşaq pomidoru qara rəngdə rəngləyir. Nə edərsiniz, nə edəcəksiniz? Bu suala kim cavab vermək istəyir? Qəşəng cavab verən olsun. Cavab verir müəllimə mən. Nigar müəllimə, buyurun. Bəli, bayaq da Yasin adını çəkdiniz. Aha, müəllimə, uşağın əgər bir əşyanı və yaxud hər hansı bir cismi, yəni olduğundan fərqli rəngdə rəngləməsi, yəni həmin an, yəni pis fikrə düşmək lazım deyil. Əsas da məsələn qara rəngdə rəngləyirsə, bunu ilk öncə yəni problem kimi görmək olmaz. Çünki ola bilər uşaqdır, uşaqların təxəyyülləri fərqli ola bilər. Ona görə məsələn pomidoru qara ilə rəngləyə bilər, günəşi qara ilə rəngləyə bilər. Yəni bu kimi hallar normaldır uşaqlar üçün. Amma bu uşağı müşahidə altında saxlamaq lazımdır ki, görək bu bütün rəsmləri, bütün rəngli belə deyim, ətraf aləmi qara ilə ki, məsələn, pomidorumu məsələn qara rənglə rəngləyir. Əgər məsələn, bu bütün əşyaları belə deyim, bütün rəngli dünyanı qara rəng karandaşla rəngləyirsə, bu mənfi hal hesab oluna bilər. Ola bilər, həm də biz belə deyim də, mən proaktiv müəllim olduğum üçün bu uşağı digər əlamətlərindən də, oyun oynadığı məqamlardan da və yaxud digər belə deyim, rollarından da müşahidə edə bilərəm ki, yəni bu qara rəng ola bilər o uşağın psixikasından xəbər verir, yoxsa ki, ola bilər də, yəni istəyi ilə qaramı rəngləyib. Məsələn, mən onu müşahidə eləyirəmsə, pomidor qara rəngləyib, ilk öncə uşağa yaxınlaşaram ki, məsələn, oğlum və yaxud adını söyləyərəm ki, pomidor nə əcəb sən qara rənglə rəngləmisən? Sən qara rəng xoşuna gəlir? Əgər uşaq məsələn, ola bilər ki, uşağın təfəkkürü, təxəyyülü güclüdür, o mənə məsələn ideal bir cavab verə bilər də, yəni qara rəng rənglədiyi üçün. Amma məsələn desə ki, yox müəllimə, qara rəngdən məsələn xoşum gəlir. Nə bilim, mən onu qara rəng eləmək istədim. Dediyim kimi, uşağın üz ifadəsindən belə onun psixikasını və yaxud qara ilə niyə rənglədiyini başa düşmək olar. Mən deyərəm ki, ola bilər bu dəfə sən onu qara rənglə rəngləmisən, amma pomidor nə rəng olur? Məsələn, qırmızı. Amma görmüsən sən, ümumiyyətlə marketdə müşahidə eləmisən, sarı rəngdə pomidor olur. Yəni bununla belə uşaqla yəni bu cür söhbət apararam, yəni izah eləyərəm. Çox gözəl Yenə müəllimə. Gözəl bir cavab idi. Çox bəyəndim cavabınızı. Hiçbir şey etməyə ehtiyacı yoxdur. Bu cavab düzgün cavab variantıdır. Təşəkkürlər Nigar müəllimə. Müəllimə də bir Dəyim var. Mümkün ya məsələn dərsin sonlarına yaxın məsələn deyirsiniz ki, ən önəmlisi özünü təqdim etmək. Düzdür, mən özümü də belə təqdim edə bilirəm. Amma deyirəm məsələn sizə görə yəni daha ideal özünü təqdim etmə necə olur? Mənə görə ən ideal özünü təqdim etmə. Birinci olaraq onu başa düşün ki, müəllimlər, özünü təqdim etmə tərcüməyi hal deyil.
Yəni mən filan tarixdə, filan rayonda anadan olmuşam, orta məktəbə filan tarixdə getmişəm, oranı filan tarixdə bitirmişəm, hansı məktəbə filan tarixdə düzdür, hansı məktəbə filan tarixdə qəbul olduğumuz, aydın olunur. Neçə uşağım var, ailə filan qurmuşam. Mən bundan söhbət aparmıram. Mən deyirəm ki, akademik olaraq sizin, öz keçmişiniz deyirlər də ha, bax orda nələr var? Özünü təqdim etmədə akademik olaraq nələr var? Söhbət ondan gedir. Fəaliyyətinizdə, pedaqoji fəaliyyətə daxil olmaq istəyirsiz də, ondan əlavə fəaliyyətinizdə hansı gözəlliklər var? Hansı uşaqlara aid maraqlı işləriniz olub? Bəzi müəllimlər var ki, deyir ki, mən, belə deyək, könüllü olaraq uşaq bağçalarında işləmişəm və yaxud uşaq dərnəklərində işləmişəm, uşaq klublarında işləmişəm. Belə deyək, sim uşaqlarla işləmişəm. Əlbəttə çox gözəl bir şeydir. Əgər belə bir şey varsa, özünüzü təqdim etmə zamanı bunu vurğulayın. Hər hansısa musiqi alətindən ifa edə bilirsinizsə, bunu vurğulayın. Hər hansısa bir kursda iştirak etmisinizsə, bunu vurğulayın. Sonra cümlənizin başı da uşaqlar olsun, sonu da uşaqlar olsun. Necə? Məsəl üçün rəsm kursuna getmisiniz. Elədir, özünüz üçün getmisiniz. Amma deyin ki, uşaqlarla fəaliyyətlərimi irələtməkdən ötrü qrupda zamanı qrup daxilində uşaqlarla fəaliyyətimi irələtməkdən ötrü mən, belə deyək, rəsm kursuna getmişəm və yaxud İKT bacarıqlarını uşaqlarla inkişaf etdirməkdən ötrü uşaqlarla İKT bacarıqlarını, belə deyək, ən əsas uşaqlara vurğu. Nə demək istədiyimi yəqin ki, başa düşdünüz də. Uşaqlara məşğələ keçən zaman İKT bacarıqlarla keçməkdən ötrü kompüter kursuna getmişəm. Proyektorla işləmək bacarığımı inkişaf etdirmişəm. Kimi, məsəl üçün və yaxud da musiqi kursuna getmisiniz. Hər hansısa bir aləti ifa edəsiniz. Məsəl üçün pianinonu ifadə etmisiniz. Elədir. Uşaqlarla daha yaxşı, musiqi alətləri ilə, belə deyək də, necə deyim, necə başa salım sizi? Uşaqlara gözəl, maraqlı məşğələ qurmaqdan ötrü, mən musiqi kursuna getmişəm, pianino ifa edə bilirəm. Belə o qədər müdavimlərim olub ki, mən onlara başa salmışam ki, bunu əlavə edin və yaxud da təxəyyülünüz irəlidir, gözəl nağıl quraşdıra bilirsiniz, nağıl qurmaq bacarığınız var. Uşaqlarla işləyən zaman mən bu bacarığımı inkişaf etdirəcəyəm, mən bu bacarığımdan istifadə edəcəyəm. Belə. Baxın, bunların hər birini özünüzü təqdim etmədə, çünki mən özümdən danışıram da, elədir. Mən çox gözəl rəsm çəkə bilirəm. Mən çox gözəl musiqi alətindən ifadə edə bilirəm. Əgər belə deyək, əl işləriniz varsa, məsəl üçün müəllimə var ki, mənim keçmiş müdavimlərimdən var ki, kuklalar düzəldirdi. Corablardan kuklalar düzəldirdi. Mən dedim ki, onu müsahibənə apar. O müsahibəsini aparmışdı, çox gözəl qarşılanmışdı. Müəllimə var idi ki, gözəl rəsmlər çəkirdi. O həmin çəkdiyi rəsmlərin uşaqlara aid ola biləcək rəsmlərdir. Karikaturalar ola bilər, cizgi film qəhrəmanları ola bilər. Yəni bacarırsınızsa bunları çəkərək apara bilərsiniz. Özünüzü təqdim etmədən söhbət gedir də. Necə özümüzü təqdim etmədən danışırıq? Uşaqların baxış bucağından, uşaqların çərçivə bucağından biz, belə deyək, özümüzü təqdim edirik. Nələr uşaqlara faydalı ola bilər? Bunları vurğulamalıyıq. Bunlar üzərindən getməlidir. Aydındır? Bilmədim hansı müəllimə sualı verdi? Bir də mən deyim, yəni tədbirlərdə ssenarilər tuturduq, uşaqlara şeirlər, nağıllar, Əla. edirdik. Məsələn, burada iştirak etmişik, bayramlara deyim, onu da əlavə eləyə bilərik, hə, uşaqlar üçün. Bəli, mən tədbir quraşdırmaqdır, tədbir qurmaqdır, təşkilatçılıq bacarığım həqiqətən də inkişaf edir. Mən inanıram ki, uşaqlarla işləyən zaman bu bacarığım daha da ön planda olacaq. Gözəl tədbirlər, gözəl bayramlar ortaya çıxacaq. Kimi. Uşaqların rəqslərlə, ritmlərlə rəqs etdirməklə, musiqi Ola bilər. Baxın, görün ki, bu uşağa faydalıdırmı? Bu uşağın maraq dairəsinə uyğundurmu? Bunlara diqqət yetirə bilərsiniz. Sonra başqa sualımız. Keçid edək başqa sualımız. Bəli, çox gözəl bir sual var. Valideyn deyir ki, başqa bağçada hərf öyrənirlər. Siz niyə öyrətmirsiniz? Nə edərsiniz? Turanə müəllimə cavab vermək istəyirsiniz? Xahiş edirəm, dayanın, mən özüm götürəcəm. Turanə müəllimə, cavab vermək istəyirsiniz? Salam müəllimə. Müşfiq Nəcəfov adında olan xanım, birazdan mən sizə sual verəcəm, narahat olmayın. Zəhmət olmasa sualı bir də təkrarlaya bilərsiniz. Əlbəttə ki, təkrar edirəm əzizim. Valideyn deyir ki, başqa bağçada hərf öyrədir digər müəllimlər. Siz niyə öyrətmirsiniz? Nə edərsiniz?
Təbii ki, bu zaman mən valideynlə etik çərçivədə danışmağa çalışaram. İlk öncə uşağın yaş xüsusiyyətlərini nəzərə almasını xahiş edərəm. Məsələn, bildirə bilərəm ki, müəyyən yaş dövrləri var ki, bu yaş dövrlərinə uyğun dövlət tərəfindən verilən standartlar var və mən də bir tərbiyəçi müəllim olaraq dövlət standartlarına uyğun uşaqların inkişafını kurikulum çərçivəsində inkişaf etdirməyə çalışıram. Nəzərə alaq ki, məsələn, müəyyən yaş dövrləri var ki, bu yaşda oxumaq, yazmaq hələ çox tezdir. Bu yaşda məsələn kiçik motorika bacarıqları formalaşdırılır. Müəyyən yaş dövründən sonra artıq uşaqlara çap hərfləri öyrədilir. Məsələn, 5-6 yaş qrupunda olarkən bunu kiçik yaş qrupuna etmək mümkün deyil. Məsələn, bu şəkildə məlumatlandırardım ki, bu uşağın kiçik motorikasını formalaşmasına ziyan göstərə bilər. Daha sonra məktəbə adaptasiya olmasını, məsələn, məktəbə qarşı olan məktəbə qarşı olan məsələn o xoş emosiyalarını zədələyə bilər. Onu məktəbdən məsələn sanki uzaqlaşdıra bilər, məktəb sistemindən, məktəb adaptasiyasından. Bu səbəbdən də yəni bu şəkildə anlaşmağa, uzlaşmağa çalışardım valideynlə. Uşağın məsələn yaşına uyğun müəyyən fəaliyyətləri müzakirə etməyə çalışardım ki, məsələn, bu yaşda daha çox rəsm fəaliyyətləri keçirmək və yaxud da əsasən uşağın nitqi üzərində işləmək, özünü ifadə qabiliyyətlərini formalaşdırmaq daha məqsədə uyğun hesab edilir. Çox gözəl müəllimə, çox Müəllimə, gözəl. əlavə edeyim mən də. Buyurun Nigar müəllimə, əlavə edə bilərsiniz. Müəllimə, mən belə bir sual versələr, ilk öncə deyərəm ki, mən proaktiv müəllim olduğum üçün ilk öncə elə valideynlərlə məsələn iclas zamanı və yaxud valideynlərlə tanışlıq zamanı məsələn baxırda hansı yaş qrupudur, həmin yaş qrupu üzrə alt standartları valideynlərə izah eləyərəm. Yəni biz il ərzində keçdiyimiz plandan valideynlərə bəhs eləyərəm ki, valideynlərə bu ilk öncə aydın olsun. Ki sonradan belə bu kimi suallar yaranmasın. İlk daha sonra da elə müəllimə qeyd elədiyi kimi ola bilər valideyn də uşağından narahatdır. Yəni hər bir valideyn uşağına həssas olduğu kimi valideynə bu kimi sualı verə bilər. İlk öncə valideyni çox xoş dinləyərəm. Daha sonra biz tərbiyəçilər dövlət standartlarına getdiyimiz üçün, yəni məsələn hərf bizim yaşımıza, qrupumuza uyğun deyil. Ümumiyyətlə hərf yazmaq, hərflərin yazılışı bizim məktəbə qədər proqramımızda yoxdur. Amma biz o uşaqların daha yazması üçün kiçik motorikalarını inkişaf etdiririk. Yəni burada narahatçılığa heç bir əsas yoxdur. İnşallah uşaqlarınız, yəni uşağınız ibtidai təhsilə yəni qədəm qoyan kimi orada daha gözəl yazacaq. Həm də o yazı yazmaq prosesi uşağa ağır emosiya verə bilər. Ona görə də bu bizim proqramımızda yoxdur. Amma biz yazının gözəl yazması üçün uşaqlarınızı bağçada, yəni bu prosesə hazırlayırıq. Çox gözəl. Bir sual verim indi müəllimlər. Baxın, bugün düşmüş suallardandır. Yəni bugün 18 noyabrda düşən suallardandır. İlk dəfə Şuşa Musiqi Festivalı nə vaxt keçirilib? Kim bilir müəllimlər? Mən. Müəllimə deyim. Başqa, həmişə deyən müəllimlərdir. İcazə verək, başqa varsa cavab verə biləcək. Yoxdursa sizlərdən birini seçəcəm. Yoxdur. Desin Xuraman müəllimə, buyurun. Müəllimə, ilk dəfə festival, yəni Şuşa şəhəri azad olunduqdan sonra 2022-ci ilin mayın 7-sində keçirilmişdir Xarı Bülbül festivalı. Çox yaxşı. İlk dəfə amma deyil məncə. İlk dəfə 1989-cu ildə olmalıdır. Şuşinski tərəfindən. Bəli. Sonradan, yəni Şuşa alındıqdan sonra ikinci dəfə, yəni İlham Əliyev təşəbbüsündən keçirilib. İlk dəfə bəli 1986-cı ildə keçirilib. Amma ikinci səfərdə müəllimə də artıq vurğuladı. Sonra başqa suallar. Müəllimə, ikincisi 2021-ci il 12-13 may tarixi deyildi. Necə müəllimə? İkinci keçirilməsi 2021-ci il 12-13 may tarixi. Xuraman müəllimə, neçənci tarixdə dediniz? Mən oranı qaçırtdım. Müəllimə, 2021-ci il mayın 7-si. Mayın 7-si?
Artıq orada Bəli, səhv müəllimə. eləmişəm. İndi mən onu qatırtmışam, ona görə bilmədim. Müəllimə dediyi adı yadımdan çıxdı müəllimənin. Həmin müəllimə Aytac. dediyi, Aytac müəllimənin dediyi doğru cavabdır, doğru variantdır. Diqqətli olaq, səhv məlumat verməyək. Bəli, bu gün düşən suallardandır. Davam edək. Şəxs və şəxsiyyət arasındakı fərq nədir? Sualı verilib bu gün. Kim cavab vermək istəyir? Şəxs və şəxsiyyət arasındakı fərq nədir? Mən cavablandırım. Nigar Rəhimli cavablandırsın. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir olsun müəlliməm. Mən düşünürəm ki, müəllimə, şəxs hər kəs şəxs adlana bilər də. Yəni hər kəs bir şəxsdir. Amma şəxsiyyət üçün müəyyən bir keyfiyyətlər həmin insanda cəmlənməlidir. Məsələn, ünsiyyəti, mənəvi dəyərləri olan insana şəxsiyyət deyirik. Biz hər kəsə şəxsiyyət deyə bilmərik də, mən belə düşünürəm. Yəni öz Əlavələr edə bilərəm. apara bilən insan Aha. şəxsiyyət. Niyə düzgün vurğuladınız? Müşfiq Nəcəfov adındakı müəllimimiz davam edirsin istəyirsən. Deməli, şəxs bioloji və sosial varlıq kimi hər kəs bir şəxsdir, amma şəxsiyyət təhsil, tərbiyə, həyat təcrübəsi nəticəsində öz düşüncəsi, dəyərləri, baxışları və əqidəsi formalaşmış bir insandır. Çox gözəl müəllimə. Adınız Mən nədir? davam edə bilərəm. Adınızı vurğulayın. Necə? Adınız nədir müəllimə? Adım Nigar. 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 Müəllim, mən əlavə edeyim. Tamam, davam müəllimə, edə davam bilərəm. edirsiniz. Tamam müəllimə, zəhmət olmasa davam etsin. Sizə də keçid edəcək Gülşən müəllim. Müəllim, şəxsiyyət insanın daxili dünyasıdır, xarakterləri, vərdişləri, bir sözlə düşüncə və davranış tərzidir. Şəxs sosial və hüquq mövqeyidir. Şəxsiyyətdə daxili fərdi keyfiyyətlərin xarakterli toplanmalıdır. Sırf elə bir şeydir. Gözəl, sizin nə gözəl əlavələriniz də oldu. Çox sağ olun, təşəkkürlər. Məsəl üçün, bu gün Müəllimə. yox, artıq əlavəyə ehtiyac yox. Üzr istəyirəm. Aha. Əlavə deyil müəllimə. Bayaq müəllimə səhv məlumat verdi. Deməli, 7 may 2021-ci ildə Şuşa şəhəri mədəniyyət paytaxtı elan edilib. Amma festival keçirilib 12-13 mayda. Müəllimə düzəltmək istədi. 12-13 mayda təzədən festival keçirilib. Aha. Belə, 2021. demək belə. Hə. Yəni biz sözün açığı müəllimə cavab verən zaman diqqətli olmaq lazımdır ki, səhv məlumatı digərlərimizdə ötürməyək. Təşəkkür edirəm müəllimə düzəliş verdiyinizə görə. Sonra bəşərçi bu gün düşən suallardandır. Hiperaktiv uşaqla necə işləyərsiniz? Deyim müəllimə. Bir saniyə. Gülşən Hüseynova desin. Gülşən Hüseynova. Aha, bəli. Bəli, müəllimə. Hiperaktiv uşaq, yəni hərəkətli uşaqdır. Yəni bu uşaqlarla ən çox qısa və maraqlı məşğələlər hazırlayaram. Yəni uzun və yorucu tapşırıqlardan sonra qısa fasilələrlə işlədiyim bir məşğələ hazırlayaram. Onlara fərdi yanaşaram. Onların enerjili, tez həyəcanlanan və diqqəti tez yayılan olduğu üçün onlara fərdi olaraq yanaşaram. Həm uşaqlarda motivasiya yaradaram. Məsələn, uşaqlara deyə bilərəm ki, afərin, sən bacardın, mənə kömək etdiyin üçün təşəkkür edirəm. Göz təması və yaxud da adla müraciət edərəm. Diqqətini cəlb etmək üçün gözlərinə baxaram, adını çəkərəm. Sonra onlarda əşyaların yerini elə bil ki, deyə bilərəm ki, bu əşyanın hara qoyduğumu tap. Məsələn, misal çəkə bilərəm bu cür. Yəni pozitiv uşağın neqativ reaksiyadan qaçınmaq lazımdır o uşaqlarda. Cəzadan çox uşaqlara məşğələni onların sevdiyi üsula uyğun etmək lazımdır. Düzdür, hiperaktiv uşaqlarla işləmək biraz çətindir, amma bunu ələ almaq lazımdır uşaqlara əvvəlcə. Bəli, yəni artıq qrupa yeni uşaq daxil olursa, artıq onun tempini tutmaq lazımdır. Bilirik ki, hiperaktiv uşağın diqqətini cəmləmək çətin ola bilər. Buna görə də qısa, dinamik tapşırıqlar verərəm. Gündəlik strukturu aydın olmalıdır ki, çünki hiperaktiv uşaqlar qaydalara güvənirlər. Yəni gündəlik olaraq eyni şeyləri keçəcəyi isə, artıq burada bir monotonluq yaranır. Hərəkətli fəaliyyətləri daha çox cəlb etmək lazımdır. Müharibə enerjisini O neytrallaşdırmaq. ən çox
Ən çox oyunlar vasitəsilə məsələn Bəli, onların əsas diqqətini oyunlar cəlb etmək olar. vasitəsilə onlar bir növ enerjilərini azaltmaq lazımdır. Başa düşdünüz? Azaltmalıdır. Müəllimə, mən də cavab Praktika, versəm yəni ona. yönləndirmək lazımdır Səmələ müəllimə, enerjilərini. Səmələ müəllimə davam edəcəksin. Səs niyəsə exo verdi bir anlıq. Ola bilər. Əslində hiperaktiv uşağı bunu biz mənfi kimi yox, biz əslində bunu fürsətə çevirməliyik hiperaktiv uşaqla işləməyi. Çünki bunlar enerjili olur və enerjisini istifadə etmək istəyirlər. Biz də bir tərbiyəçi olaraq onların enerjisini düzgün yönə istiqamət etməliyik. Məsələn, ona düşündürücü didaktik oyunlar vermək olar və ya hər hansı bir mövzu keçən zaman o uşaqlarla müzakirə yolu ilə də onlara sual-cavab edərək beləliklə uşaqlara oyunlar vasitəsilə də düşündürücü hərəkətli oyunlar vasitəsilə də keçmək olar. Beləliklə hiperaktiv uşaq enerjisini artıq boş şeyə xərcləmir də, yəni nələrisə öyrənir, enerjisini düzgün yerə istiqamətləndirir. Çox gözəl müəllimə. Əlavəniz də çox yaxşı idi. Səs tembriniz də mənim xoşuma gəldi. Pauzanız yoxdur. Beləçinə tembriniz yoxdur da. Yəni bunlar həqiqətən də diqqətdə Müəllimə, saxlamalı inansız məqamlardır. mənim o qədər həyəcanım var idi. Belə dərslərə qoşula-qoşula bu həyəcanımı itirmişəm. Yaxşı müəllimə. Nə sizə bir xeyri dəyirsə həqiqətən mənim üçün çox önəmlidir bu. Çox sevinirəm ki, kiməsə xeyrim dəyir, zərərim deyil də xeyrim dəyir. Mənim üçün çox önəmli bir şeydir bu. Ümidvaram ki, heç bir narahatçılığınız yoxdur mən barədə. Xeyr, Əgər müəllim. sürçülisan eləyirəmsə əvvəlcədən deyim ki, əfv ola, üzürlü sayın. Kimisə incitmək, kimisə xətrinə dəymək, əgər mən də sizi kimi bir müəlliməm, mən də sizi kimi bu yollardan keçmişəm, belə deyək, heç bir formada sizdən özümü üstün görmürəm. Allah eləməsin, elə bir şey ola bilməz. Sadəcə biraz praktik cəhətdən də ola bilər, biraz daha doğrusu həm nitq cəhətdən də mən inanıram ki, özümün inandırıcı nitq qabiliyyətim güclüdür, insanları özümə inandıra bilirəm, cəlb elətdirə bilirəm, özümün nitqimi yaxşı formada idarə etməyi bacarıram. Belə müəllimlər, yenə də deyirəm, əgər kimisə xətrinə dəyirəmsə, baxın, ola bilər də müəllimə deyə bilər ki, bəlkə də mən kimdənsə balaca ola bilərəm. Bu məndən balacadır, mənə niyə belə deyir? Əlavətən üzrlü saysın, əgər incəyirsə. Sonra Zəhmət eləməsin. Çox sağ olun ki, əziyyət çəkirsiniz. Səmərəli baxın. çox sağ olun. Sizlər sağ olun əzizim. Sizlər vaxt ayırıb qoşulursunuzsa, sizlər dəyərli zamanınızdan ayırıb qoşulursunuzsa, bu elə mənim üçün çox önəmlidir. Sonra Piaget və Montessori fərqi nədir sualı verilib bu gün. Piaget və Montessori fərqi nədir? Kim verə bilər bunun cavabını? Aybəniz Burcalıya verə bilərsiniz? Kənan Bəli, adında, Kənan Əliyev adında, üzr istəyirəm Aybəniz müəllimə. Səməd olmaz, sizi gözlədim. Kənan Əliyev adında bir müəlliməmiz var. Mən ona heç cavab haqqı verməmişəm. Buyursun o cavablandırsın. Bəli. Buyurun müəllim. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun əzizim. Buyurun. Aha. Piaget idraki konstruktivizm tərəfdarı idi. Yəni o müstəqilliyi daha çox önə çəkirdi. Yəni deyirdi uşaq tək başına öyrənir. Daha sonra onda ünsiyyət formalaşır, əməkdaşlıq formalaşır. Vygotsky isə tam əksini deyirdi. Deyirdi yəni uşaq ilk öncə sosiallaşmalıdır, əməkdaşlıq qurmalıdır ki, onun idraki inkişaf etsin. O Vygotsky isə daha çox yəni əməkdaşlığa, sosiallığa önəm verirdi. Yəni ən böyük fərqləri budur. Belə deyək də, biz oxuyan PDF-lərdə, Artinin buraxdığı PDF-lərdə belə deyilir. Məsəl üçün Piaget ilə Montessori-nin uyğun gələn tərəfləri var, hansılardır? Onları vurğulayır. Məsəl üçün mərhələli anlayış həm Montessori-də də var, həm Piaget-də də var. Vygotsky ilə də Reggio Emilia'nın bənzərlikləri var. İndi verirlər. Məsəl üçün Müəllimə deyirlər ki, səsiniz getdi. Bir də deyə bilərsiniz zəhmət olmasa Müəllimə, səsiniz nə getdi. deyirsən? üzr istəyirəm, ola bilər internetdən bir problem olub. Deyirəm ki, mən Artinin buraxdığı PDF-lərin içərisində var ki, məsəl üçün Reggio Emilia ilə Vygotsky-nin bənzər tərəflərini vurğulayırlar. Montessori ilə də Piaget-nin, məsəl üçün Montessori ilə Piaget-nin cəhətləri odur ki, ikisi də mərhələli anlayışına uyğunlaşırlar da. Montessori-də də var mərhələli anlayışı, şüursuz dövr, şüurlu dövr kimi. Montessori belə deyək, daha doğrusu Piaget-də də var, 4 dənə mərhələsi var. Yəqin ki, bunları bilirsiniz, bunlara girməyə ehtiyac yoxdur. İndi isə sual verirlər ki, əziz müəllimlər,
oxşar xüsusiyyətləri olan, malik olan nəzəriyyələrin fərqli cəhətləri hansılardır? Çox belə düşünülmüş, üzərində işlənilmiş suallardır. Mən yenə də deyirəm, imtahan nə qədər asan da olsa da, müsahibə mərhələsini bir o qədər çətinləşdiriblər. Seçəcəklər, ələkdən keçirdəcəklər. Ələkdən keçirdib sonda bir nəticə əldə edəcəklər ki, görək necə bir formada müəllimlər hara qədər bilirlər, müəllimləri hara qədər çətin suallarla biz sınaya bilərik. Buna görə ehtiyatlı olmaq lazımdır. Təşəkkür edirəm, çox gözəl cavab verdiniz. Sonra vətəndaş hüquqları hansılardır? Bu gün düşən suallardandır yenə. Kim verər? Vətəndaş hüquqlarımız hansılardır? Kim bilir bunu? Müəllimə, Yaşamaq hüququ, müəllimə. Təhsil al. Kamran Məmmədov, buyurun. Adından müəlliməmiz, buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun əzizim. Buyurun cavablandırın. Müəllimə, vətəndaş hüququ dedikdə, yəni biz müəllimlərin hüququ nəzərdə tutulur. Xeyr, Yəni onları müəllimlərin sadalamalıyıq. hüququ nəzərdə tutulmur. Var təhsil verənlərin hüququ, var təhsil alanların hüququ, bir də var ümumi olaraq vətəndaş hüququ, insan hüququ. Keçən dəfə Müəllimə deyim. sualları vermişdik. Bəli müəllimə. Buyurun Gülşən müəllimə. Müəllimə, söz və fikir azadlığı olur, yaşamaq hüququ olur, şəxsi toxunulmazlıq hüququ olur, sağlamlıq hüququ, səs vermə hüququ, sonra başqa Mülkiyyət hüququ. Bir dənə mülkiyyət qalıb. hüququ, Mülkiyyət və biri qaldı. Bizimdir sahəmiz. bizim birliyə qoşulma hüququ da var deyəsən. Birliyə qoşulma Bir- mən qeyd etməmişəm, amma təhsil hüququmuz onu qeyd etmişəm. Təhsil hüququmuzu unutmamaq. Təhsil hüququ, aha, hə, hə. Təşəkkür edirəm. Mən təhsil almaq hüququ onu dedim, amma təhsil almaq hüququ eyni deyil müəllimə. Eynidir. Mən oranı qaçırtmışam, üzr istəyirəm. Aha, oldu. Sonra Tamam. başqa. Bəli müəllimə, bir də var ki, körpələr evi uşaq bağçası ilə uşaq bağçası arasındakı fərq var. Kim deyər? Nə fərqi var? müəllimə. Yox, əl qaldıranların arasından istəyəcəm. Görə yeni əl qaldıran müəllimə varmı? Yeni əl qaldıran. Yeni kim baxım, körpələr evi uşaq bağçası ilə uşaq bağçası arasındakı fərq. Emin Yaşarlı. Ayna müəllimə. Buyurun. Salam müəllimə, axşamınız xeyir olsun. Amma niyə əl qaldırmamısınız? Bayaqdan əl qaldırmamışsınız gözləyirəm. Mən ingilis sayın evdə deyiləm. Sadəcə dərsə qatılmamaq üçün qulaq asırdım sual cavablara. Çox sağ olun. Müəllimələrin çox gözəl fikirləri var. Anam gilə gəlmişəm müəllimə, ona görə iştirak edə bilmədim. Buyurun. Deməli müəllimə, körpələr evi təşkil edir 1-3 yaşlı uşaqları, amma körpələr evi uşaq bağçası isə 1-6 yaşlı uşaqları təşkil edir. Körpələr evi uşaq bağçasından mən nəzərdə tuturam. Körpələr evindən danışmıram. Körpələr evi uşaq bağçasından. Üzr istəyin, körpələr evi uşaq bağçasında 1-3 yaşlı uşaqlar təhsil alırlar. Körpələr evində isə, körpələr evi bağçasında isə, düz dedim də müəllimə. Yox, Körpələr evində qarışdırdınız. Niyə qarışdırdınız heç mən bilmirəm. Körpələr evi uşaq bağçasında körpələr evi uşaq bağçası ilə uşaq bağçası arasındakı fərq nədir? Görün başqa kimlər deyə bilər. Gönçə Əliyeva desin. Aynə müəllimə. Əgər müsait olsa cavab verərsiniz. Körpələr evi uşaq bağçası ilə uşaq bağçasının fərqi, körpələr evinin fərqi. Körpələr evi uşaq bağçasında 1-6 yaşlı uşaqlar, digərində isə yalnızca 3-6 uşaq, 3-6 yaş arası uşaqlar iştirak edə Gönçə bilər. müəllimə, arxamızda qaçan yoxdur əzizim. Biraz səbirli ol. Narahat olmayın, buradayıq da, geriyə getmirik ki. Düzdür, amma düz vurğuladınız. Gözəl vurğuladınız ki, məsəl üçün körpələr evi uşaq bağçası 1-6 yaşlı uşaqları əhatə edir. Çox rahatdır bu qrup bu bağçalarda işləmək. Həqiqətən də mən belə bu bağçada işləyirəm. Uşaq bağçasında isə 3-6 yaşlı uşaq. Daha çox kənd bağçalarında 3-6 yaşlı uşaq bağçasından söhbət gedir. Çox kəndlərdə olur. Sonra təşəkkür edirəm hər birinizə. Əlavə olaraq buna bir əlavə etməyə ehtiyac yoxdur. Onsuz da bu cavab budur da. Bir gözəl sual veriblər. Bunun dünən veriblər, 17-si veriblər bu sualı. Uşaq bağçadan necə xaric edərsiniz? Sualı ünvanlayıblar müəllimlərdən birinə. Uşağı bağçadan necə xaric edərsiniz? Kamran Məmmədov adında müəllimə. Buyurun.
Yəni müəllimə, uşağı bağçadan o zaman xaric edilir ki, birincisi valideynin ərizəsi olduqda, tibbi göstəriş olduqda, bir də valideyn özəl bağçalarda əsasən müqaviləyə əməl etmədikdə uşaq bağçadan xaric edilir. Düzdür. Düz vurğuladınız. Əlavə olaraq, başlıca olaraq deyə bilərsiniz ki, məktəbəqədər təhsildə uşaq qaydalara görə xaric edilmir. Sonra bunları deyə bilərsiniz ki, valideynin istəyi ilə, belə daha doğrusu daha sonra belə deyək, sadaladıqlarınızı əlavə edə bilərsiniz. Çox gözəl cavab idi. Təşəkkürlər. Sonra Olar da ki, biz xaric edə bilmərik, amma belə xaric edilmə səbəbləri bunlardır. bəli, düzdür. Tərbiyəçi xaric eləmir də, müdiriyyət eləyir. Əlbəttə ki, tərbiyəçi xaric etmir. Səlahiyyətləri xaricindədir tərbiyəçinin bu. Artıq bu rəhbərliyin öz iş. Onu da yoxlaya bilərlər ona görə. Əlbəttə ki, buyurun. Sonra, konstruktiv təlim nədir? Kim cavab verər? Konstruktiv təlim nədir? Həmin müəllimlərdir. Sahilə Əmrahova, konstruktiv təlim nədir sualına cavab verə bilərsiniz mənə? Konstruktiv təlim demokratik təlimdir, uşaq yönümlü təlimdir. Hı -hı. Sonra əməkdaşlıqdır, sosiallıqdır, ünsiyyətdir uşaqlar arasında, əsasən uşaq yönümlüdür. Düzdür, uşaq yönümlüdür konstruktiv təlim ümumi olaraq. Amma belə deyək də, konstruktiv təlim uşağın öz təcrübəsi və müşahidələri əsasında bilik qurmasına deyilir. Bu modeldə müəllim məlumat verən deyil də müəllimlər istiqamət göstərən roldadır. Bilirik də bu scaffolding anlayışıyla bərabərdir. Uşaq aktiv şəkildə araşdırır, kəşf edir və sonda əziz müəllimlər nəticə çıxardır. Öyrənmə oyun, təcrübə və problem həlli üzərindən qurulur. Konstruktiv təlim uşağın tənqidi düşünmə, daha sonra müstəqil bacarıqlarını gücləndirir. Çox sağ olun. Sonrakı sualımız. Bu heç bunu vermişəm. Xarici uşaq ədəbiyyatından kimləri tanıyırsınız? Kimlər xarici uşaq ədəbiyyatında belə deyək, isimlər sadalaya bilər? Baxaq görək kimlər? Xuraman Səmədova verə bilər cavab? Müəllimə, öz ədəbiyyatımızdan deyə bilərik, uşaq ədəbiyyatı. Ədəbiyyatımızdan yox, bu 2 gün, bu dünən verilən suallardır ki, xarici uşaq ədəbiyyatından kimlər sadalaya? Əlbəttə ki, öz ədəbiyyatımızdan sadalaya bilərik, amma Mən bilmirəm. təxmini mənlə Tanıyıram, buyurun. bir ikisini tanıyıram. Bəli, Aleksandr Pushkin Rusiya yəni yazıçılarından biridir. Hı -hı. Sonra Grimm qardaşları var. Çox Grimm gözəl. qardaşları. Rapunzel'i yazıb da o da. Hı -hı. Yəni tanıdığım bunlardır. Bir də Andrey səhv eləmirəmsə Mark bir də Mark Twain də olmalıdır. Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi. Əgər bu ədəbiyyatdan sadalayırsınızsa, onların yazdığı əsərlərdən də danışmalısınız. Məsəl üçün birində dedik ki, buyurun. Mən bilirəm Komenski və Uşinski də daxildir buna. Bəli. Biz belə deyək də, hər hansı bir nağıldan bəhs edirik də. Komenski, Uşinski bunlar pedaqoq, psixoloqlardır. Yəni bunların da uşaq ədəbiyyatına hansı yenilikləri verə bilərlər? Hansı uşaq ədəbiyyatına qatıla biləcək bir əsəri var onların? Psixologiyadan, pedaqogikadan bəhs etmirəm mən. Ədəbiyyatdan danışırıq. Sonra bunu sual verdim. Resurs nə üçün olmalıdır sualı? Məşğələnin idarə edilməsi üçün. Yəni belə deyək də, resurs nə üçün olmalıdır sualına Nigar müəllimə cavab versin. Mən deyirsiniz müəllimə. Bəli. Desin müəllimə. Bəli, Nigar, yalnız Nigar olan. Qalanları mən həmsini deyirəm də, soyadlarını da deyirəm. Onda mən deyinəm. Yox, siz Nigar müəllimə, sadəcə Nigar olan, Nigar Rəhimli yox, siz. Hə, tamam. Resurslar məktəbə qədər yaş dövründə, ümumiyyətlə məktəbə hazırlıq prosesində ən vacib məsələlərdən biridir. Çünki məktəbə qədər yəni bu hazırlıqda uşaqlar əyani vasitələrlə daha yaxşı öyrənmiş olur. Məsələn, məşğələni daha yaxşı dərk etmiş olurlar. Əyani vasitələrdən də ən vacibi resurslardır. Resurs ümumiyyətlə bağçalarda nə qədər zəngin olarsa, məşğələlərimiz o qədər maraqlı keçər. Məsələn,
Güşələrimiz də resurslarla təmin olunur. Həm resurslarla belə deyim də güşələrin daha yaxşı olması üçün, daha bol, zəngin olması üçün resurslar bizim üçün çox vacibdir. Amma ola bilər ki, bağçamızda məsələn hər hansı bir maddi texniki bazı zəifdirsə, bu resurslardan biz özümüz də hazırlamalıyıq. Tərbiyəçinin, yəni yaradıcılığı burada əsas rol oynayır. Belə ki, məsələn, hər hansı bir ola bilər ki, bəzən tullantı məhsullarından belə biz yenidən emal edib ondan hər hansı bir maraqlı resurs hazırlaya bilərik. Resursları uşaqlara yenə təkrar oldu. Amma yəni hər hansı bir məsələnin daha maraqlı, daha kreativ keçməsi üçün resurslar çox vacibdir. Çox gözəl. Olar müəllim əlavələr eləyim. Buyurun müəllim, əlavə edə bilərsiniz. Deməli, resurs ilk öncə onu qeyd edim ki, məzmun standartlarının reallaşması üçün istifadə olunan təlim vasitələridir və bunlar resurslar təlimi daha əyləncəli, daha dinamik edir. Yəni resursların istifadəsində biz kiçik yaşlı uşaqlara nə qədər bir sözlə bir şey desək də, bunlar ona maraq göstərmirlər. Onların əyləncəli, daha rəngli, dinamik eləmək üçün məşğələni təlimdə bunun üçün resursdan istifadə edirik. Yəni sual bu cür idi, ona görə belə Çox demək gözəl. istədim. Əsas olaraq resurs nəyə görə istifadə olunur? Belə bu minvalda bir sual vermişdim mən. Yəni resurs nə üçün olmalıdır sualını vermişdim daha doğrusu. Gözə Həm də uzun görünür. müddətli yaddaşda qalır. Məqsədə çatmaq üçün. Ümumiyyətlə resurs təlimin ayrılmaz hissəsidir də. Resurssuz Əlbəttə ki, təlim resurs olmasa maraqsız olar. maraqsız olar, Həm də bəli, tamamlanmış olmaz. uşaq ayağını öyrənəndə uzun müddətli yaddaşda qalır. Bəli, nə isə görsə daha yaxşı yaddaşında qalır da. Təxəyyülündə bəlkə turpu bilmir, turpun nağılını danışırıqsa, məsəl üçün. Əgər turp bilmirsə uşaq, turp nə olan şeydir, nəyə bənzəyir bilmirsə, ağlında kök canlana bilər. Bizim dediyimiz fərziyyələrdən irəli gəlib, ağlında nə isə canlandırır. Məsələn, yerin altında deyirik də, turp elədik, ağlında kök canlana bilər. Amma biz turpun şəklini uşağa göstərsək, onun ağlında turpun elə bilavasitə özü canlanacaq. Aydındır? Belə. Bəli. Belə bu qədər müəllimlər, bu qədər sual tərtib etmişdim mən. İnşallah davamı olacaq bu dərslərimiz. Narahat olmayın. Telegram kanalımızda da olsun, olduğunuz qruplara da əlavə edəcəm. Bir də ki, kim ki mən şəxsi statuslarımı izləmək istəyib, adın, soyadın qeyd etsin, onu nömrə olaraq qeyd edim. Avtomatik olaraq da vaxt olur ki, müəllimlər, mən BDHV-dən dərs açıram. Orada da qoşula bilərsiniz. Bir də ödənişli qruplarımız var. PDF qruplarımızdan danışmaq istəyirəm. Bütün materiallar bir qrupun içərisindədir. Qoşulmaq istəyən müəllimlər çox ödəniş baxımından çox aşağıdır. Yəni həqiqətən də sərfəlidir. Cüzi bir miqdardır. Qruplarımız da var. Artıq ikinci tur müsahibəyə hazırlaşmaq istəyən müəllimlərdən üçün də qruplarımız var və yaxud da hal-hazırda olan qruplara da qoşulmaq istəyən müəllimlər ola bilər. Qoşula bilərlər. Yenə də onların qiyməti digər müəllimlərdən, digər təlimçilərdən bir qədər aşağıdır. Mən hər kəsin büdcəsinə uyğun olaraq kurslar təşkil edirəm. Telegram kanalımız aktivdir. Telegram kanalımızda baxın bu sualların cavablarını çəkib atacağam ora. Orada da izləyə bilərsiniz. Hər həftə yenə olduğu kimi mən müsahibə canlı dərsləri, izah dərslərindən davam edəcəyik. Ümidvaram ki, müəllimlər narahatlıq yarada biləcək heç bir sözdən istifadə etmədim. Heç birinizin xəttində dəyərli bir sözdən istifadə etmədim. Səhv bir məlumat vermədim. Əgər səhv bir məlumat verdimsə, üzr istəyirəm. Mənim bildiyim qədərilə mən sizə izah etməyə çalışdım. Sağ olun mənim dərsimə qoşulduğunuza görə. Hər biriniz əzizsiniz. İnşallah istədiyiniz mövqedə olarsınız. Hansı məqamda olmaq istəyirsiniz, ora çatarsınız. Müəllimə, bir sual verə bilərəm. Buyurun. Müəllimə, bu prezidentimizin ikinci vətəndaşlığı məsələsi var. Bu bəziləri deyir var, bəziləri deyir yoxdur. Amma mən dünən Google-da baxdım. Orada Astarxanı göstərir fəxri vətəndaş kimi. Bir var şəhər belə deyək, şəhər fəxri vətəndaşlığı vermək. Bir də var ki, ölkənin vətəndaşlığını vermək. O ikisi ayrı məqamdır. Mən belə deyək, Telegram qrupuna da atdım onun PDF-ni. Bir neçə şəhərin fəxri vətəndaşıdır. Fəxri vətəndaşı. Hörmət əlaməti olaraq prezidentə şəhərin fəxri vətəndaşlığını veriblər. Şəhərin dırnaq içərisində deyirəm. Bir də var ki, halbuki ölkənin vətəndaşı olmaq bu ayrı məqamlardır.
Telegram kanalına atmışam müəllimə, hansı şəhərlərin fəxri vətəndaşıdır. Əgər sizə belə bir sual ünvanlasalar, bilə bilərsiniz doğru cavabdan. Belə. Müəllimə, olar bir sual verim də. Belə bir cavab vermək olar ki, məsələn, prezidentə tanıdığı Müəllimə, bir zəhmət olmasa, mən Nigar müəlliməni eşidə bilmirəm. Buyurun Nigar müəllimə, necə bir cavab verə bilərsiniz? Aha, o sualı deyirəm ki, məsələn, o sualı əgər versələr, deyə bilərik ki, məsələn, prezidentdir, bu kimi dövlət işçiləridir, ikili vətəndaş olmaz. Ona görə də Bəli. yalnız vətəndaş. Düzdür müəllimə, düzdür. Belə deyək, əsas olaraq biri var ki, şəhərin fəxri vətəndaşlığı, prezidentdən əsla ikinci vətəndaşlığı ola bilməz, başqa bir ölkənin vətəndaşı ola bilməz. Amma fəxri vətəndaşlıq dediyimiz anlayış fərqlidir. Fəxri şəhər vətəndaşlığı dediyimiz anlayış fərqlidir. Aha, bu qədər. Təşəkkür edirəm hər birinizə müəllimlər. Çox xoş oldu sizlərlə söhbət etmək. Bəzi müəllimlərim var ki, necə? Son bir söz deyə bilərəm, olar? Buyurun müəllimə. Mən sizin YouTube-da canlınıza baxdım. Orada deməli içəri girməyi, bədən dilini çox qəşəng izah eləmişdiniz də. Olar ki, bir dənə söz soruşum. Yəni biz içəri giririk. İlk öncə elə bilim onlar bizi komissiya üzvləri özlərini bizə deməli tanıdırlar da, özlərini təqdim edirlər. O anda biz nə etməliyik? Onu bir dənə soruşacaqdım. Deyə bilərsiniz ki, tanış olduğuma çox şad oldum. Hal-hazırda sizin qarşınızda olmaq, sizin kimi dəyərli komissiya üzvlərinin qarşısında olmaq mənim üçün çox xoşdur. Belə deyə bilərəm. Bildim. Sadəcə bunu deyirik də. Deyim ki, müəllimə, çox komissiya üzvləri özlərini təqdim etmirlər. Yəni onun Bəzi çoxdur. təqdim edir, ona görə deyirəm. Yəni elə bir şey olsa nə edeyim, ona görə soruşdum. Çox sağ olun. Siz sağ olun əzizim. Sağ olun. Gələn həftələrdə inşallah əgər müsahibə olmasa, Fidan Dünya Malzadədir Mələkə müəllimə. Fidan Dünya Malzadə YouTube kanalımız da var, Telegram kanalımız da var. Hər birinə baxa bilərsiniz. YouTube-da ödənişsiz dərslərimiz də var. Onlardan da yararlanırsınız. Həqiqətən ki, çox müsahibə mərhələsi üçün çox ödənişsiz dərsləri qoymuşam mən belə deyək YouTube-a. İzləyə bilərsiniz. Naçizanə istəyim ondan ibarətdir ki, bəyənib şərh yazmağı unutmayın müəllimlər. Abunə olmağı istəsəz ola bilərsiniz, olmaya bilərsiniz, amma sizin istəyinizə bağlıdır. Amma bəyənib şərh yazsanız, gözəl bir motivasiya verici, mənim də motivasiya vericim sizin xoş sözlərinizdir də. Yəni sizin xoş sözlərinizə baxmaqdır. Etsəniz mənim üçün çox xoş olar. Təşəkkür edirəm. Hər birinizə öpüb bağrıma basıram. İnşallah sabah müsahibəsi olan hər bir müəllimə zehin açıqlığı diləyirəm. Hər bir müəlliməmə belə də gözəl, motivasiya verici, insanı həqiqətən həvəsləndirici bir şəkildə girib eyni qaydada çıxmağı arzulayıram. Çox sağ olun müəllim. Mən də təşəkkür edirəm sizi tanıdığıma. Xoş oldu. Çox sağ olun. Hələlik. Allah amanında.